Bu videoda son dövrün ən müvəffəqiyyətli seriallarından biri olan Medcezir ilə əlaqədar bilməniz lazım olan məlumatları topladım. Medcezir məşhur Ay Yapım firması həyata keçirdi. Ay Yapımda kim desəniz, Yapraq Dökümü, Aşk-ı Memnu, Əzəl, Fatma Gülün Suçu, Kuzey Güney, Karadayı, Qurdseyid və Şura bir çox məşhur serial edən şirkət olur özləri. Serialın adı 2013-cü yanvar ayında aşk hekayəsi olaraq açıqlandı. Amma sonra senarist Ece Yüreç atdığı tweetlə serialın adını Medcezir olaraq dəyişdirdiklərini açıqladı. Qəti deyil, amma bunun səbəbi Fox TV mart ayında başlayan bir aşk hekayəsi adlı dizi ola bilər. Med ərəbcədə yüksəlmə, cezir isə alçalma deməkdir. Sözün türkcəsi isə gəl-get deməkdir. Gəl-get yəni Medcezir ayın və günəşin təsiri olan bir təbiət hadisəsidir. Okeanlardan ibarət böyük dağlar sahillərdə yüksəlmə azalma yaşamasına səbəb olur. Medcezir termini 2002-ci ilin Cəzanın Medcezir mahnısından ötəri də məşhur olmuşdur. Maraqlı olansa 100 sətirdən çox sözü olan mahnının içində Medcezir sözü heç keçmir. Yalnız adı Medcezir. Medcezirin ilk hissəsi 13 sentyabr 2013-cü ildə nəşr olundu. 5.14 reyting alaraq o axşamın birinci tamamladı. Maraqlı olan Medcezir bitər bitməz Star TV serialı eyni axşam bir də nəşr etdi. O da 3.49 reyting alaraq gecənin 4-cü tamamladı. Yəni Medcezir eyni gün reytinglərdə həm birinci, həm də 4-cü oldu. Medcezirin mövzusu məşhur Amerikan dizisi ZOC-nin birebir uyğunlaşdırılmasıdır. Amma oğurladılar deməyin. Ay Yapım OC-nin haqlarını Warner Bros.dan satın olaraq uyğunlaşdırdı. OC dizisi Amerikada 2003-də nəşrə başladı. 4 mövsüm davam etdi və fevral 2007-ci ildə göstərilən 92-ci hissəsi ilə sona çatdı. Serenay Sarıkayanın oynadığı Mira rolunu OC serialında Misha Barton oynayır. Misha 2014-cü sentyabr ayında Adana Koza Festivalı üçün ölkəmizə gəldi. Bələdiyyə başçısı məşhur oyuncağı Burma Bilərzik hədiyyə etdi. Qəzetlərə görə Medcezirin mirası Serenay Sarıkaya bölüm başına 35 min manat edir. Oynadığı reklamlardan isə cəmdə 1 milyon 250 min manat qazandığı deyilir. 1991-ci ildə doğulan Serenay 2010-da Türkiyə gözəllik yarışmasında ikinci olmuşdu. Amma aktyorluğun səbəbi bu deyil. Yarışmadan əvvəl Peri Masalı və Limon Ağacı seriallarında, bir də Plajda filmində əhməkli rollar oynamışdı. Serialın Yaman Çağatay Ulusoy da həmçinin eyni bir ili başqa yarışmada Best Model of Turkey birinciliklə qazandı. Amma Çağatayın Serenay kimi aktyorluq karyeri yox idi. İlk dəfə 2011-ci ildə adını Feyxaq Qoydum serialı ilə oyuncu oldu. Medcezirin villa səhnələri İstanbul Tuzla'da Mercen Villa adında saytda yer alan bir evdə çəkilir. Evin dəyərinin 7 milyon dollar olduğu ifadə edilir. Medcezir Cənubi Koreyada edilən seriallar mükafatlarında ən yaxşı ikinci dizi mükafatını aldı. Seriallar eyni zamanda ən yaxşı kişi oyuncu budağında da namizəd idi, amma o kateqoriyada mükafata layiq görülmədi. Medcezir ölkəmizin ən prestijli mükafatlarında olan Qızıl Kəlbəkdə ən yaxşı dizi müziğini və ən yaxşı qadın oyuncu mükafatlarını qazandı. Medcezir bu an Türkiyə xaricində, Ərəb ölkələrində, Bolqarıstanda və Pakistanda nəşr olunur. Yeni videolarımızda xəbərdar olmaq üçün abunə olmağı unutmayın.